Здравствуйте, herkese salam. Bugün çox vacib bir mövzu öyrənəcəyik və bugün öyrənəcəyimiz mövzu sprijeniya qlaqolu feillərin təsrifi. Təsrif feilin şəxsə və cəmə görə dəyişilməsidir. Məsələn, nümunə olaraq çitać feilinə baxaq. Çitać oxumaq deməkdir. Görək o şəxsə və cəmə görə necə hallanır. Ya читаю, birinci şəxsin tək sayında ya читаю olur. Ты читаешь, он, она читает, мы читаем, вы читаете, они читают. Gördüyünüz fiil eynidir, yəni читать, sadəcə sonluqları dəyişir. Rus dilində iki sprijeniya var, yəni ki, iki təsrif var. Birinci təsrif və ikinci təsrif, yəni birinci və ikinci sprijeniyalar. Bunları ayırt etmək üçün biz feilin başlanğıc formasına baxırıq. Feil başlanğıc formada что делать, что сделать sualına cavab verir. Yəni nə etmək sualına cavab verir. Baxaq başlanğıc feillərə. Məsələn, читать, oxumaq, говорить, danışmaq, писать, yazmaq, смотреть, baxmaq. Az öncə qeyd etdiyim kimi iki sprijeniya var və əksər feillər birinci sprijeniyaya aiddir. O feillərin söz sonluqlarına diqqətlə baxaq. Birinci sprijeniyaya baxaq. Ать, ять, еть, ot və ut ilə sonlanan feillər, başlanğıc feillər birinci sprijeniyaya aiddir. Məsələn, читать söz sonluğu ать. Gəlin baxaq görək şəxsə və cəmə görə читать feili necə hallanır. Я читаю, mən oxuyuram. Ты читаешь, sən oxuyursan. Он, она читает, o oxuyur. Мы читаем, biz oxuyuruq. Вы читаете, siz oxuyursunuz. Они читают, onlar oxuyurlar. Və feillərin sonluqlarına diqqət yetirin. Görün şəxsdə və cəmə görə necə dəyişdi, necə hallandı feillər. Və mən ayrıca sizə birinci sprijeniyaya aid olan sonluqları göstərirəm. Birinci şəxs tək sayda uyu qəbul edir. İkinci şəxs tək sayda yeş qəbul edir. Üçüncü şəxs tək sayda yet qəbul edir. Cəmdə isə birinci şəxs cəm sayda yem. İkinci şəxs cəm sayda yeti. Üçüncü şəxs cəm sayda isə ut, yut sonluğunu qəbul edir. Və ikinci sprijeniya. İkinci sprijeniyada olan söz sonluğu it ilə bitən feillər ikinci sprijeniyaya aiddir. Məsələn, говорить, danışmaq. Я говорю, ты говоришь, fikir verin necə hallanır şəxsə və cəmə görə. Он говорит, мы говорим, вы говорите, они говорят. İndi isə gəlin biz sizinlə ikinci sprijeniyaya aid olan feillərin hallanarkən söz sonluqlarına baxaq. Birinci şəxs tək sayda uyu, ikinci şəxs tək sayda iş, üçüncü şəxs tək sayda isə id şəkilçisinə qəbul edir. Cəmdə isə birinci şəxsin cəmində im, ikinci şəxsin cəmində isə iti, üçüncü şəxsin cəmində at, yat şəkilçilərini, yəni sonluqlarını qəbul edir. İndi gəlin müqayisə edək. Читать, читаешь, читает. Oxumaq, oxuyursan, oxuyur. Говорить, говоришь, говорит. Demək, deyirsən, deyir. Fərqi gördünüz? Birinci sprijeniya yeş və yet ilə sonlandı. İkinci sprijeniya isə iş və it ilə sonlandı. Ən vacib şey sonluqları yadda saxlamaqdır. Çünki rus dilində biz sonluqlara baxaraq hərəkətin kimin etdiyini anlayırıq. Məsələn, читаю, yəni oxuyuram, mən. Читаем, oxuyuruq, yəni biz. Kiçik bir məsləhət, hər şeyi bir anda öyrənməyə çalışmayın. Əvvəlcə bunları öyrənin, yəni şəxs əvəzliklərini. Sonra isə sonluqları əlavə edin. Nə qədər çox rus dilində danışsanız, təsrifi, yəni sprijeniyanı bir o qədər də tez hiss etməyə başlayacaqsınız. Mən isə sizinlə hələlik sağollaşıram. Kanalımıza abunə olun, yeni dərsləri qaçırmayın. До свидания.